Salam, trigonometrik tənliklər mövzusunda 134 nömrəli suala baxırıq. Tənliyi həll edin deyir. Əvvəlcə bu mənfi kosinus 3x-i keçiririk sol tərəfə. Kosinus 7x üstəgəl kosinus 3x bərabərdir. 2 sinus kvadratı x-i də bərabərliyin sağ tərəfinə keçirsək 2 kosinus kvadratı x minus 2 sinus kvadratı x. İndi kosinus alfa plus kosinus beta düsturuna görə sol tərəfə açırıq. Olacaq 2 kosinus alfa plus beta bölü 2, yəni 7x üstəgəl 3x 10x 2-yə böləndə 5x vurulsun. Kosinus 7x üstəgəl 3x topladıq. Bir dəfə də çıxırıq 4x 2-yə böləndə 2x. Yəni kosinus alfa üstəgəl kosinus beta düsturuna görə 2 kosinus alfa plus beta bölü 2 və kosinus alfa minus beta bölü 2 bərabərdir. Sağ tərəfdə 2-ni mütərizə xaricinə çıxardırıq. Kosinus kvadratı x minus sinus kvadratı x. Bu bilirik ki, kosinus 2x-in açılışıdır. İndi əvvəlcə hər tərəfi 2-yə bölürəm. Sol tərəfdə kosinus 5x vurulsun kosinus 2x. Sağ tərəfdəki kosinus 2x-də keçirdirəm sol tərəfə, bərabərdir 0-a. Kosinus 2x orta quruq çıxır. Qalır kosinus 5x minus 1 bərabərdir 0. Hasilin 0 olması üçün bunların hər biri ayrı-ayrılıqda 0 olmalıdır. Kosinus 2x 0 xüsusi haldır. Pi bölü 2 üstəgəl pi k. Buradan x bərabərdir. Pi bölü 4 üstəgəl pi k bölü 2. Bu birinci tənliyimiz. İkinci tənlik kosinus 5x minus 1 bərabərdir 0. Kosinus 5x bərabərdir 1-ə. Bu da tənliyin xüsusi haldır. 1-i nə zaman alır? 2 pi k'da. X de olacaq 2 pi k bölü 5. Deməli, düzgün cavab olacaq. Hər ikisi var elə variantlarda Y variantı. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.